Hara gedək deyib çıxdığımız bu yollarda çox yerlərə getdik. Gəzdik, baxdıq, gördük, öyrəndik, uzaq tarixlə yaxından tanış olduq. Yolun sonuna hələ çox var. Bugün isə binəsi çox qədim olan Binəqədi haqqında danışacağıq sizə. Binəqədin tarixindən də danışacağıq, abidələrindən də, toponimindən də. Amma əvvəlcə danışmaq istədiyim mövzu tamam fərqlidir. Nahaq yerə demədim binəsi qədim olan kənd. Bu kəndin tarixi həqiqətən də çox qədimdir. Bunu ötən əsrin 30-cu illərin sonlarında sübut ediblər. Həmin illərdə burada, mənim dayandığım bu yerdə Kərkədan, elmə məlum olmayan Kərkədan skeleti tapılır. Həmin skelet hazırda Lermontov 3 ünvanında yerləşən Təbiət Tarixi Muzeyində saxlanılır. Eyni zamanda tapılan digər nümunələr də bu muzey ilə yanaşı hazırda Qılınc Vulkanları kompleksində olan Təbiət Muzeyində qorunur. Əgər dediklərim sizə maraqlıdırsa, həmin ünvanlara gedə bilərsiniz. Qayıdaq bura. Buradan tapılan nümunələrə görə Binəqədi 4-cü dövr flora və fauna abidəsi bütün dünyada tanınır. Araşdırmalara görə bu əraziyə su içməyə gələn heyvanlar buradan çıxan neftin yaratdığı qır göllərinə düşərək məhv olublar. Elə indi də bura baxanda torpaq yox, qır qatı olduğu açıq-aşkar görünür buranın və qırın qoxusu da hiss olunur. Bu abidədən dünyada 2 dənədir. Biri Amerikada, biri də bizim Binəqədidəki bu abidə və bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, Binəqədi faunası termini dünya təbiətşünasları arasında olduqca məşhur bir termindir. Bu yerin unikallığının bir cəhəti də ondan ibarətdir ki, Binəqədi flora-fauna qəbirstanlığı adlanır 4-cü dövr. Burada təkcə heyvan qalıqları yox, həm də bitki qalıqları tapılıb. Bunun özəlliyi, özəl xüsusiyyəti ondan ibarətdir ki, bu ərazidə tapılan bitki qalıqlarının xüsusiyyəti araşdırıldıqda məlum olur ki, o bitkilər, meyvələr və yaxud da gilə meyvələr hal-hazırki Bakı və Abşeron təbiətinə xas olan meyvələr, bitkilər deyil. Bu da onu göstərir ki, uzun müddət bundan əvvəl Binəqədidə, o cümlədən də Bakının və Abşeronun təbiəti indikindən tamamilə fərqlənib ki, məhz burada tapılan bitki qalıqları həmin təbiətdə bitib, yetişib, inkişaf edib. Binəqədi kəndi Bakının, Abşeronun və ümumiyyətlə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Təbii ki, bu iddianı irəli sürərkən müəyyən mənbələrə əsaslanmağa ehtiyac var. Binəqədidə aparılan arxeoloji qazıntılar nəticəsində Tunc dövrünə aid deməli, insan sümükləri və eyni zamanda yaşayış məişət avadanlıqları, o cümlədən qadın zinət əşyaları, bəzək əşyaları tapılıb. Bu araşdırmalar sübut edir ki, Binəqədi həqiqətən də Tunc dövründən bu yana Binəqədi ərazisində, indiki Binəqədi ərazisində yaşayış mövcud olub. Yaşlı insanlardan biz eşidirdik ki, Binəqədinin ilk məskəni Keyrəki vulkan dağının ətəklərində olub. Sadəcə olaraq o vulkan günü bu gün də fəaliyyətdədir və tarixi müxtəlif dövrlərində zaman-zaman püskürüb və orada yaşayışı belə deyək çətinləşdirib və imkansız edib. Buna görə də onlar bir qədər şimal-şərqə tərəf hərəkət ediblər və hal-hazırda kənd cəmaatının da bulaqlar adlandırdığı bir hissə var. O, indiki Binəqədi ilə deməli Novxanı yolunun arasında yerləşən bir ərazidir və burada məskunlaşıblar. Orada coğrafi ərazi, coğrafi şərait yaşamağa imkan verməyib o vaxt insanlara. Niyə görə? Açıq olduğuna görə müəyyən təhlükələr, əsasında təsərrüfata ciddi ziyan vuran təhlükələrlə üz-üzə qaldıqlarına görə məcburiyyət qarşısında qalıb indiki müasir Binəqədi ki, biz hal-hazırda dayanmışıq, bu əraziyə köçüblər və bu ərazi həmin ərazilərdən bir qədər hündürdə yerləşir. Hündürdə yerləşdiyinə görə ətraf təhlükələri də bir növ dəf eləmiş olur.
Bəs görəsən bura niyə Binəqədi adlanır? Bu barədə dəqiq məlumat yoxdur, amma versiyalar var. Bir versiya odur ki, Binəqədi sözü Binəyi qədim sözü ilə izah olunur. Ümumiyyətlə Azərbaycanda biz hər hansısa bir əşyanın və ya hadisənin və yaxud da yerin qədimliyini bildirmək üçün Binəyi qədimdən bu belə olub, Binəyi qədimdə belə deyilib, Binəyi qədimdə hadisələr bu cür olub ifadələri işlədirik və Binəqədi kəndinin adının, yəni toponimin özünün də bu cürünə izahı var. Lakin bu xalq etimologiyasıdır. Buna bəzən elmdə yalançı etimologiya da deyirlər. Xalq arasında danışılan bir şeydir. Bunun düzgün olmadığını sübut eləyən bir fakt ondan ibarətdir ki, ümumiyyətlə yeni salınan bir yerə qədim adı verilməz. Bu aydın məsələdir. O zaman belə bir nəticə çıxır ki, bu Binəqədi sözündən də əvvəl bu yaşayış məskəninin bir adı olub. Aparılan araşdırmalar onu göstərir ki, müəyyən mənbələrdə hal-hazırda Binəqədi coğrafiyasına uyğun gələn adlardan biri Mirzələdi adı işlənib. Bunu sübut eləyən faktlardan biri də ondan ibarətdir ki, bu gün Binəqədi ərazisində mövcud olan irli xırdalı göllərdən biri, yerli cəmaət Şor adlandırır o gölü, amma elmi ədəbiyyatda həmin gölün adı Mirzələdi gedir. Hidronimlərdə də verilən adlar tarix ərzində gec dəyişir. Bu səbəbdən Binəqədinin əvvəlki adının Mirzələdi olma ehtimalı da məhz buradan özünü doğruldur. Digər bir versiya isə Binə qazi sözündən əmələ gəlir. Bunun da mənası qazi, bir qazinin bina etdiyi ərazi anlamına gəlir. Qazi sözünün özünün iki mənası var. Bir qazi məhkəmələrdə şəriət qanunları əsasında insanları mühakimə edən şəxsə deyilir. Bir də müharibədə olub, müharibədə iştirak edib və qayıdan insanlara qazi deyilir ki, günü bu gündə biz o sözdən istifadə edirik. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti adlı əsərində Binəqədi kəndinin adını qeyd edərkən mötərizədə Binəqazi sözündə yazır ki, bu da artıq onu göstərir ki, hələ 20-ci əsrin əvvəllərində də artıq Binəqədi belə Binəqazi kimi tanınırdı. Bu kəndə rejissorlar da biganə qalmayıb. Mən mahnı qoşuram, Sevinç buxtası, Küçələrə su səpmişəm filmləri Binəqədidə çəkilib. Aleykümselam. Salam. Deməli, atamdan eşitdiklərimi deyirəm. Atam 1909-cu il təvəllüdlüdür. Bu hamam tikilib 1915-ci ildə. 6 yaşı olub atamın bu hamam tikiləndə. Atam deyirdi ki, öz atası ilə Həzəmrahla onun atası, ata-oğul həccə gediblər. Həzəmrahın da atasının niyyəti olub ki, mən orada dəfn olunum. Dünyamı deyişim, orada dəfn olunum, müqəddəs torpaqlarda. Əməllərini yetirəndən sonra deməli Həzəmrahın atası rəhmətə gedib orada Məkkədə, orada dəfn edib. Və özü Həzəmrah niyyət edib ki, sağ-salamat gedək kəndə, kəndin hamamı olmur. Burada hamam bir tikdirim. Gəliblər, çıxıblar kəndə, 1915-ci ildə bu hamamı tikdirim. Hamamı inşa edən kişi mənim babamdır. O vaxtdan indiyə kimi də Həzəmrah hamamı kimi tanınır. Binəqədi məscidinin üzərində neçə dənə tarixi kitabı var. Bu hal-hazırda durduğumuz hissə ən son tikili, ən son kitabəsi olan hissədir. Burada kişilər ibadətlə məşğul olurlar. Bu hissə 1906-cı ildə artıq tikintisi başa çatmışdı və bu məscidin də bu tikilmə hissəsini Novxana kəndinin ustaları
tikmişdilər. Və cəmaatın, insanların, kənd əhalisinin sərmayəsi ilə tikildiyi üçün bu məscidə Binəqədi Cami məscidi adı verilmişdi. Və sonradan 1915-ci ildə də məscidin minarəsi nəzərdə tutulmuşdu və 1915-ci ildə də bu hissə bitmişdi. İkinci hissə isə əvvəllər fəaliyyət göstərdiyi hissə, indi hal-hazırda xanımların ibadət elədiyi hissə və digər inzibati işlər üçün nəzərdə tutulan hissə 1818-ci ildə Binəqədi məscidinin üzərində 9-cu əsri göstərən bir kitabə də var. O kitabə çox ehtimal ki, Binəqədi bu ikinci hissədə yaşadığı üçün, bundan öncə başqa bir Binəqədin başqa cəhətində yaşanılıb insanlar, oradan gətirilən kitabədir, bura aid deyil. Digər məscidin kitabəsidir, Binəqədinin digər məscidi olub, bunda hal-hazırda yoxdur, onun kitabəsidir. Bunu da qeyd eləyək ki, Binəqədi məscidi Sovet dönəmində yanmışdı və yaxud yandırılmışdı. Burada sex kimi fəaliyyət göstərilib və yandırılmışdı. Ondan sonra bərpa işləri, Sovet dövrünün sonlarında bərpa işlərinə başlandı və cəmaatın dəstəyi ilə bu bitdi. Və son olaraq bərpa və təmir işləri 2020-ci ildə Allah rəhmət eləsin bizim gözəl ağsaqqalımız Hacı Madərin dəstəyi ilə bu məscid bir daha təmir olundu. Qeyd eləyək ki, Binəqədi məscidinin minarəsinin üzərində bir top nişanəsi var. Bu nişanə də 1918-ci ildə ermənilərin Azərbaycana və Bakıya işğalı nəticəsində Binəqədi təpəliklərindən, hündürlüklərindən atılan top mərmisinin izidir. Sovet dönəmində ki, bərpa olunurdu bu məscid, o dövrdə istədilər ki, həmin o top izini üstünü örtüb, bastırıb gizlətsinlər. Lakin cəmaat erməni xəyanətinin izi kimi o top mərmisinin izinin qalmasının tərəfdarı oldu və qoruyub saxladılar. Sovet dönəmində bir çox məscidlərin sökülməsi qərarlaşdırılmışdı. O cümlədə Binəqədi məscidinin də sökülməsi artıq qərarlı idi. Bu xəbər Binəqədiyə gəlib Bayram adlı kolxoz sədrinə yetişəndə o atası Hacı Əmrah ilə kənd ağsaqqalı olub Hacı Əmrah həmən o hamamı tikdirən kişidir. Atasından gəlib məsləhət alır. Necədir? Atası deyir, kolxozun nə qədər işlənməyən avadanlığı var, əşyaları var, doldurun məscidə. Və o cürlə məscidə doldururlar. Səhər NKVD gəlib məscidi sökmək istəyəndə və yaxud o vaxtın hökm Sovet hökuməti gəlib məscidi sökmək istəyəndə deyirlər, məscid hardadır? Kəndin əsasını türk dilli tayfalar qoyub, qərimanlı, əskərli və paşalıların adını xüsusi çəkmək lazımdır. Təbii ki, bu nəsillərdən başqa da əlavə digər nəsillər də olub və həmin nəsillərin adlarına məhəllələr də salınıb. Bu məhəllələr haqqında, nəsillər, tayfalar haqqında danışacağım. Bir mənalı şəkildə qeyd etmək lazım ki, bunlar türk mənşəlidirlər, tərəkəmə olublar, yəni türkmanlar mənasını ifadə edir. Kəndin əsasını 3 tayfa salıb. Bunlar paşalılar, əskərlilər və yerli cəmaatın qərimanlı dediyi, lakin qaramanlı
zamanda məşhur Qaramanlı tayfasının nümayəndələri olub. Təbii ki, müxtəlif zamanlarda bu üç tayfadan əlavə də müxtəlif nəsillər Binəqədiyə gəliblər. Bunların arasında biz Ağnəzərli, Hacı Rza uşağı, Kəmsərli, Çuxurlu və s. tayfaların adını çəkə bilərik. Onlar məskunlaşdığı məhəllələrə uyğun olaraq həmin tayfaların adı da Binəqədidəki məhəllələrə verilib. Abşerondan su qıtlığının olması hamıya məlumdur. Bunun üçün də ən yaxşı çıxış yolu təbii ki, ovdan tikdirmək, quyu qazdırmaq idi. Binəqədidə də kifayət qədər su ovdanları və quyular olub. Çox düzgün qeyd elədiniz ki, Abşeronda, Bakıda ümumiyyətlə su qıtlığı, içməli su qıtlığı daim olub. Bəzi yerlərdə istisna olmaqla Binəqədi də su qıtlığından əziyyət çəkən yaşayış məntəqələrindən biri olub. Mən qeyd etdiyimiz o bulaqlar adlanan Binəqədi əhalisinin ilkin məskunlaşdığı yerlərdə yerli cəmaət ovdanlar qazıyıb, su quyuları qazıyıb. Bu su quyuların bəziləri şirin su olub, bunu təbii ki, içmək üçün istifadə ediblər. Şor sulu quyular da, ovdanlar da olub ki, bundan daha çox təsərrüfatda istifadə olunub. Təəssüflər olsun ki, bu günə qədər həmin ovdanlar qalmayıb, günümüzə gəlib çatmayıb. Binəqədilərin əkin sahəsi Maralan, heyvandarlıq təsərrüfatı isə Qarayataq adlı yerdə olub. Bir də təbii ki, kəndin bir hissəsində neft hasilatı olub. Elə neftdən söz düşmüşkən, Binəqədidə sənaye üsulu ilə ilk neft quyusu 1896-cı ildə Nobel qardaşları tərəfindən qazılıb. Söhbət bax bu quyudan gedir. Amma indi burada bir qaz sızması var. Bilmirəm bu yerin altından çıxan təbii qazdır, yoxsa yerin altı ilə gedən qaz turbalarından olan qazın sızıntısıdır. Bunu deyə bilmərəm. Amma bildiyim odur ki, bura olduqca baxımsız vəziyyətdədir və çox da təhlükəlidir. Çünki ətrafda yaşayış var. Ümumiyyətlə biz Binəqədinin bugün tarixindən danışırıq. Əgər ki, problemindən danışmış olsaydıq, onda yəqin ki, bir xeyli problem sadalamış olardıq sizə. Elə bu problemlərin başında da gələn yol və su problemidir. Bugün sizə torpağı zəngin, tarixi qədim olan Binəqədidən danışdıq. Amma artıq getmək vaxtıdır. Özünüzü və təbiəti qoruyun. Sağ olun.